Təbiətin elə elementləri var ki, onlar təkcə canlı deyil, həm də özündə bir neçə əsrin tarixini yaşadır. Çox azdır belə canlılar, hansı ki, yer üzərində baş verən fəlakətlərə, yüzillilərin fəsil dəyişkənliklərinə sinə gəlib, bugün də varlığını qoruyub saxlayır. Azərbaycanın bəzi rayonlarında bitən nadir ağac növü olan şərq çinarları belə canlılardandır. Azərbaycanın qırmızı kitabına 140 bitki növü daxil edilib ki, bunlardan da 49-u ağac və kollardır. Çox sahəli əhəmiyyəti, dünyada az yayılması, nadir bitki olması, son əsrlərdə xeyli azalması nəzərə alınaraq şərq çinarı da Azərbaycanın qırmızı kitabına daxil edilib. Bu ağacın əsas əhəmiyyəti güclü budaqlanması, ətrafda sərinlik yaratmasındadır. Toz, tüstü, zəhərli maddələri özünə çəkərək havanı təmizləyir. Bu yaşda olan ağacların hər biri tarixi təmsil edirsə və tarixi abidə kimi də qorunur və qorunmalıdır. Şübhəsiz ki, bunlar qorunmasaydı, bugün bunların bu ucalığını, bu gövdəsini, bunların təbiətə verdiyi bu xeyirləri biz görə bilməzdik. Şərq çinarı deyəndə mən düşünürəm ki, bizim özümüzün yerləşdiyimiz elə bir zonadır ki, bizə adətən digər bölgələrdə, Avropada deyəkmi, Afrika qitəsində bizə şərqli kimi yanaşanda bizim istər-istəməz öz üzərimizdə şərqli ənənəsini daşımaq məsələləri də var. Və eyni zamanda düşünürəm ki, təbiətin yaratdığı ağac da dünya miqyasında şərqi təmsil edir. Və verilmiş ada da fikir verin, şərq çinarı. Bu nadir və kökü kəsilməkdə olan ağacdan xarrat və çilin gəlişlərində, apriket ipək toxuyan dəzgahların hissələrinin hazırlanmasında, musiqi alətlərində, gəmi qayırmada, mebel istehsalında bəzək işlərində də istifadə edilir. Şərq çinarlarının yaratdığı mikroiqlim 15-20 saniyə ərzində vərəm çöplərini məhv edir. Bu ağac həm toxumla, həm də pöhrələrlə çoxalır. Əgər bir yerdə 100 belə ağac, 20 yaşında ağac varsa, bu ağacın gövdəsi o 100 ağacın hesab eləyin ki, təbiətə verdiyi oksigenin əvəzini verir. Ekologiya Təbii Sərvətlər Nazirliyi kiçik bir kolun da kəsilməsinə İnzibati Xətalar Məcəlləsindən qanunçuluq baxımından cəza tətbiq olunur. İcazəsiz kəsilən hər bir ağaca da. Amma digər ki, indi belə bir ağacı heç buna cəza da lazım deyil, heç buna kiminsə təsir də lazım deyil. Buna barmaq uzadıb, əl uzadıb kəsən adamın düşünürəm ki, ağlı yoxdur. Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində, Zəngilan rayonu ərazisindədir. Meşə Bəsitçay vadisində 117 hektar ərazini əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Son məlumatlara görə işğal altında olan torpaqlarımızda təbii sərvətlərimizi talan edən ermənilər bu ərazilərdə yerləşən şərq çinarlarının da düşünülmüş şəkildə kökünün kəsilməsi ilə məşğuldur. Ermənilər qırdıqları şərq çinarlarının köklərini məhv etmək üçün onların köklərinə partlayıcı maddə qoyaraq məhv etməklə öz çirkin əməllərini gizlətməyə çalışırlar. Azərbaycanın şimal bölgəsinin 3 rayonunda Şabran, Quba və Xaçmazda 60-dan yuxarı şərq çinarı var. Bu nadir ağac növlərinin 60 ildən başlayaraq 540 ilədə yaşı var. Çinarlar həmin rayonların müxtəlif kəndlərində yerləşir. Amma bu ağacların üzərində nə onların yaşı, nə də nadir ağac növünün olması barədə hər hansı məlumat var. Onların qorunması üçün xüsusi qorunma zonası da yaradılmayıb. Bundan əlavə bu ağac
ağac növlərinin heç biri dövlət tərəfindən qorunan tarixi abidə kimi qeydiyyata alınmayıb. Şərq çinarlarının yerləşdiyi ərazilərdə əhalinin bu ağac növləri haqqında bilgiləri demək olar ki, yoxdur. İnsanlar şərq çinarları haqqında yalnız səthi bilgilərə malikdir. Bir də yaşadıkları müddətdə ağac ətrafında baş verən əhvalatlardan, gördüklərindən yaranan xatirələri var. Xaçmazın Qaradağlı kəndində də tarixi abidə sayılacaq ağaclardan bir neçəsi mövcuddur. Yaşı 230 ildən artıq olan bu ağacların hündürlüyü 27-30 metr arasında dəyişir. Ağacı təxminən elə mən lap uşaq vaxtlarından elə belə görmüşəm. Bu boyda, bu hündürlükdə. Və bu yuxarı kəndlərdən gələndə belə hiss edirdin ki, bəli, az qalmışam kəndimizə çatmağa. Əgər bu çınar olmasaydı, biz kəndi təyin edə bilməzdik ki, bizim kənd harada yerləşir. Bunun çox gözəl xüsusiyyəti də ondan ibarətdir. Hiss edirdik ki, az qalmışıq kəndə və asfalta, Xaçmaz-Bakı magistralına çıxmağa artıq yaxınlaşmışıq. Ta qədimdən təxminən bir, belə deyək də, bir 65 il, mənim 74 yaşım var. Baxım olmurdu, baxmırdı bu ağaca. Bu ağac haqqında heç fikirləşən yox idi. Çünki əkin sahəsi idi, otlaq yer idi, su arılmırdı, baxılmırdı. Yay vaxtı burada elə əksər hallarda malqara qoyunlar zadlar yerləşirdi, qoyunlar zadlar tərgilirdi kökünü. Həmin kəndə yaraşıq verir, öz belə gözəlliyi ilə, öz uca boyluğu ilə. Həm də ki, istirahətli də eləmək olar, dincəlmək olar altında. Yaxşı külə gəlsir, heç hissiləmirsən ki, yayın qızmarında burada belə bir sərinlik duyursan, hiss edirsən. Şərq çinarlarına bəzi regionlarda Xan çinarı da deyilir. Uzun illər yüksək səviyyədə qorunmaması, ağacın tarixi qiymətinin verilməməsi, Sovet dönəmində şərq çinarlarına qarşı laqeyd münasibət, bəzi ağacların vaxtından əvvəl çürüməsi və yanması ilə nəticələnib. Şərq çinarlarının məhv olmasına səbəb olan ən başlıca amil yanğındır. Bu ağacların yaratdığı sərinlik insanların onun altında düşərgə salmasına, istirahət etməsinə şərait yaradır. Ağacın kölgəsində dincələnlər isə bəzi hallarda qaladıqları ocağı söndürmür, nəticədə nadir ağac növü olan şərq çinarları beləcə səhlənkarlıq ucbatından külə dönür. Bu çınar ağacı bu tərəfdən uşaqlar od atıblar, yanmışdı. Təxminən hardasa bir 50 il bundan qabaq böyük bir sahədə içərisi gövdəsi yana-yana getmişdi yuxarı. Sonra nəsə söndürülür. Bir müddət keçəndən sonra hardasa yenə hələ burada evlər zadları yox idi də, cəmi o tərəfdə idi evlər, 20-30 ev var idi. Bir də yanığı düşür, gecəni xəbər tutub görürük ki, yanır da. Yəni gətirib yenə söndürürük və o get-gedə qurudu, bir hissəsi onun artıq sındı da yıxıldı. Bu pöhrələr isə sonradan əmələ gələn pöhrələrdir, bu gördüyümüz pöhrələr, bu tərəfki pöhrələr. Və bunlar da indi son zamanlar əmələ gəlib, bunların yaşları çox da yıl ardası bir 6-7 il olar. Bu suvarılır deyənə bunlar da inkişafındadır.
şərq çinarları Xaçmaz rayonunun Qaradağlı, Müzəffəroba, Armudpadar, Yalama, Ləcət kəndlərində mövcuddur. Müzəffəroba kəndindəki 7 şərq çinarının orta hesabla 380 yaşı var. Diametri 170 sm olan ağacların hündürlüyü təxminən 37-40 metrdir. Üzərində qorunduğunu bildirən lövhələr olmasa da, bu günə kimi əksər şərq çinarlarının məhv olmamasına səbəb insanların bu ağaclara olan hörmətindən irəli gəlir. Sakinlər ağaclardan təkcə sərinlik, istirahət məqsədi ilə yararlanmır. Şərq çinarlarının yerləşdiyi yerə əksər insanlar mənəvi təskinlik tapdıqları bir məkan kimi yanaşırlar. Gördüyünüz bu ağaclar çınar ağacının növündəndir. Şərq çinarı kimi Azərbaycanda tanınır. Çox geniş yayılmıyor. Amma Azərbaycanın əksər rayonlarında tək-tək olsa da var. O cümlədən Xaçmaz rayonunun Müzəffərova kəndində də bizim kəndin ərazisində mövcuddur. Bu ağaclar, gördüyünüz bu ağacların yaşı 380 ildən yuxarıdır. Və Azərbaycan xalqı həmişə bu ağaclara hörmətlə yanaşır. Bu ağaclar Müzəffərova kəndinə bir təbii yaraşıq versə də, həm də onun qədimliyindən xəbər verir. Yəni ağacın 380 ildən yuxarı yaşı var. Bu ərazilərin qədim yaşayış məskəni olmasından xəbər verir. Yerli sakinlərin sözlərinə görə şərq çinarları yabanı halda bitməyib, zamanında insanlar tərəfindən əkilib. Təsadüfi deyil ki, şərq çinarlarının yaşı mövcud olduğu yaşayış məntəqələrinin yaşı ilə uyğundur. Bəzi tarixçilərin fikrincə isə bu ağaclar İpək yolunun istiqamətində düz xətt boyunca əkilib. Hətta yüksəkdən baxdıqda həmin ağacların müəyyən bir xətt üzrə yerləşdiyinin açıq göründüyü bildirilir. Şərq çinarlarının daha bir neçə nümayəndəsi isə Xaçmazın Ləcət kəndində yerləşir. Meşənin daxilində olan 7 ağac elə insanlar tərəfindən 7 qardaş adlandırılır. Yay fəslində 7 qardaş adlanan yerdə təkcə Xaçmazdan deyil, başqa rayonlardan da insanlar gəlir, ağacın ətrafında istirahət edirlər. Biz bu dəqiqə Ləcət kəndinin meşəsində ən səfalı yerlərdən birindəyik. Gördüyünüz kimi burada çox qədim növ ağaclardan, kökü nəsli kəsilməkdə olan ağac növlərindən Azərbaycanda Şərq çinarı adı ilə məşhur bu çinarların birinin yanında yox. Həqiqətən bu çinarın yaşı 530 il yaşı olan bir nadir bitkidir, qorunub saxlanılır burada. Ümumiyyətlə, Azərbaycanda bütün meşələrdə bu cür nadir ağacların qorunub saxlanması həm dövlət səviyyəsində, həm də əhali tərəfindən diqqət mərkəzindədir.
Yalama ərazisində yolun mərkəzində yerləşən şərq çinarları özləri ilə bərabər maraqlı bir əhvalat saxlayırlar. Belə ki, yaşlı insanların sözlərinə görə Sovet dönəmində hazırki yol salınarkən ağacların kökündən çıxarılmasına əmr verilib. Ağacları çıxarmağa çalışarkən eyni gündə bir neçə traktor iş başında sıradan çıxıb. Traktorların bir-birinə asas hala düşməsi iş icraçılarını qorxuya salıb və onlar ağacların çıxarılması prosesini saxlayıb. Şərq çinarları indi də Gəndöb yalama yolunun mərkəzində qalmaqdadır. Bu ağacların təxminən bir əsrə yaxın yaşı var. Şərq çinarı sadə yarpaqlı ağacdır. Bu ağacların insanla bağlılığını yarpaqlarının insan əlinə bənzəməsi ilə də əlaqələndirirlər. Belə ki, ağacın yarpaqlarının insan barmaqları kimi 5 çıxıntısı var. Xaçmazın Qıraqlı kəndində mövcud olan 5 şərq çinarının yaşı təxminən 350 ilə yaxındır. Ağacların hündürlüyü orta hesabla 25-30 metrdir. Gördüyünüz kimi Qıraqlının rəmzi, onun ağacın vüqarlı görünüşüyle bugün Qıraqlıda olan bu şərq çinarları bizim el arasında o xan çinarı deyirlər. Çox əzəmətli görünür. Demək olar ki, Qıraqlını təsəvvür edəndə mən özüm 58 yaşım var. Bu çinarlarsız bunu təsəvvür etmək mümkün deyil. Elə Qıraqlının adı çəkiləndə bilavasitə çinarlar insan yadına düşür ki, həqiqətən bu çinarlardan 5 dənə var bizim kənddə. Keçən əsrdə demək olar ki, 18-ci il, 15-ci illər daha doğrusu, yaşlı adamların söhbətindən eşitmişəm. Şıxlar Bəylər Bəyliyinin ərazisinə daxil idi bura. Burada vergi toplayırdılar, əhalidən xəbər tutmaya gəlirlər. Yəni bəydə də kəndə gəlməlidir. Mən yaşlı bir baba söhbət edir ki, bir günləri Mürsəl bəylə İbrahim bəy gəlib bu ağacın altında dincəlirlərmiş. Yəni oturub çay içirlər, nəsə əhalidən hələ-həval tuturlar. Vüqarlı ağaclar təbiətin böyük bəxşişi kimi qiymətləndirilir. Bu cəhətdən təbii çinar meşəsi eyni zamanda ayrı-ayrı yerlərdə bitən şərq çinarları əsrlərlə qorunub saxlanılıb, sevilib, artırılıb. Şimal regionunun nadir ağac növlərindən olan şərq çinarları Quba rayonunun da bir neçə kəndində Nüqədi, Küpçal, İqrik, Əski İqrik və Üçgün kəndlərində mövcuddur. Nüqədi kəndində yerləşən 490 ildən artıq yaşı olan ağacın hündürlüyü 40 metrdir. Bundan əlavə rayonun Üçgün kəndində 5, Əski İqrik kəndində 2 və İqrik kəndində 1, Küpçal kəndində isə 2 şərq çinarı mövcuddur. Üç ildən də yuxarı yaşı var. Mən bu 79 yaşımda bu ağacı hələ-bələ görmüşüm. Neçə dəfədir bundan qabağa gələnlər də, bundan qabağa gidənlər də biz həmişə bu ağaca ümumiyyətlə intiqə edirik, hörmət edirik. Bir böyük kimi yox deyil, hörmət edirik. Bu ağacı mən uşaq vaxtından, balaca vaxtından bu ağacı hələ-belə görmüşəm. Sonra da ki, cavanlar bu adların yazanda bu ağaca mən görmüşəm, bizim uşaq vaxtından görmüşəm. İndi ged-gedə neçəsi əskər gəlmədi. O müharibə dövründə
Buraya addan bir eləməyə qeynimi də adılıqdır, Həzrətqulu adıdır. O da yazıqdır, cavanlıqdır, eski əkdi gəlmədi o da. Qubanın İqrik kəndində isə şərq çinarlarına olan xoş münasibət diqqət çəkir. İnsanların kənddə yerləşən qədim ağaca hörmətlə yanaşması ilə yanaşı, həm də bu ağac çoxaldılır. 1992-ci ildə kənd sakini tərəfindən kəndin mərkəzində daha 5 şərq çinarı əkilib. Böyük sərinlik yaradan həmin ağaclar artıq kənd sakinlərinin toplaşdığı məkana çevrilib. Bu ağacın tarixi çox qədimdəndir. Mənim 67 yaşım var. Məmməd olub babam. Bunun oğlu olub Mustafa. Bunun oğlu olub Əhməd ağa. Bunun oğlu olub Hacı ağa. Bu ağacı hələ belə görürlər onlar. Bu ağacın 400 il deyirlər, ancaq döyül o. O çoxdur tarixi. Bəlkə də 1000 ilə yaxındır ağacın tarixi. Yəni mənim özümün 67 il ki, bu ağacı belə görürəm mən. İndi mənim böyüklərimin də bir hərəsinin bir 50 yaşı, 70 yaşı olub ki, belə deyiblər. Şərq çinarlarına Azərbaycanın şimal rayonlarından olan Şabranda da rast gəlinir. Rayonun Aygünlü, Gəndub, Pirəmsən, Çinarlar, Qarğan, Giləvar, Zeyvə kəndlərində də ümumilikdə 26 şərq çinarı yerləşir. 230 ildən başlayaraq 430 ilə qədər yaşı olan ağaclar qədim rayonun canlı tarixi abidələri kimi ucalmaqdadır. Bu ağac ki burada yetişib, bunu ərəblər gəlib buraya, ərəblər ki gəlib bura, bunlar ərəblər əkib bura. Ərəblər gedəndən sonra bunu bu ağacı quruyub saxlayıblar. Daha qoymayıblar ki, onu mal, qara insan əkəsin. Yəni bu daha neçə illərlə bu ağac burada olub. 1500 ildir. Nə qədərdir, ancaq çürüyüb, yəni də əmələ gəlib, bu dağları əmələ gəlib. Burada bu cəmaat hələ nə qədər bu cəmaat burada olub, onu qoruyub saxlayıblar. nadir və kökü kəsilməkdə olan ağac növlərinin qorunması üçün Avropa ölkələrində bütün addımlar atılıb. Bu cür addımların atılmadığı halda özündə həmin yerlərin tarixini əks etdirən bu ağaclar üçün təhlükə qalmaqdadır. Dünyada çinarın 7 növü var. Azərbaycanda isə onun yalnız bir növü, şərq çinarı var. Yuxarıda sadalanan faktlar bu ağacın qorunmasının və artırılmasının vacibliyini vurğulayır. Son illərdə
illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş qanunvericilik aktları Azərbaycan Respublikasının dövlət siyasətində ekologiyanın mühüm yer tutmasına sübutdur. Qəbul olunmuş qanunvericilik aktlarında mövcud problemlərin həlli və aradan qaldırılması üçün qeyri-hökumət təşkilatlarının üzərinə müəyyən məsuliyyətlər qoyulub. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə regional medianın inkişafına yardım İctimai Birliyinin həyata keçirdiyi növbəti layihə həm dövlət, həm də cəmiyyət qarşısındakı öhdəlikləri yerinə yetirmək istəyindən doğur. Layihənin məqsədi Şabran, Quba və Xaçmaz rayonlarında olan şərq çinarı ağaclarının qorunmasını və onların dövlət tərəfindən qorunan abidə kimi qeydiyyata alınmasını təmin etməkdir. Layihə çərçivəsində Şabran, Quba və Xaçmaz rayonlarının müxtəlif kəndlərində yerləşən şərq çinarlarının yaşı müəyyənləşdirilib. Onlar haqqında ətraflı məlumat toplanıb. Bu barədə məlumatları özündə əks etdirən xüsusi lövhələr hazırlanaraq həmin ağaclardan asılıb. Kənar təsirlərə daha çox məruz qalan, məhv olmaq təhlükəsi olan ağaclar hasara alınıb. Ağacların ətraflarında abadlıq işləri aparılıb. Şərq çinarlarının əhəmiyyəti və onların insan orqanizminə müsbət təsirlərini özündə əks etdirən broşuralar hazırlanaraq əhaliyə paylanılıb. Bu yolla əhali arasında maarifləndirmə aparılıb. Bundan əlavə turizm obyektlərinə də bu barədə məlumat verilərək bu nadir ağac növlərinin əkilib çoxaldılması üçün maarifləndirmə tədbirləri həyata keçirilib.